Herkese salam. Kızlar necəsiz? Nə var, nə yox? Mən qaçıram əməliyyata, artıq gecikirəm. 11:36-dır. Əməliyyat vloquna xoş gəlmisiniz. İnşallah ki, bilmirəm başıma nələr gələcək, amma İnşallah videomu bəyənərsiniz. Bəyənənlər indidən videomu like eləsin, yorum yazsın və kanalıma abunə olsun. Qısa bir zamanda 3000 küsür insan məni follow eləyib. İndi də əməliyyata gedirik. Sağ olsun, salona gəlmişəm. Fəridə mənim qəşəng saçımı düzəldir ki, indi bir neçə gün saçımı yuya bilməyəcəm. Ona görə də dedim qoy gözəlləşim, gedim. Girməmişəm, qabaq gedirəm başqa bir xəstəxanaya. Elə bu mənim baş barmağımda, ayaq barmağımda problem var idi. Ona həkim, başqa bir həkim mil qoymuşdu, podolog Seva xanım. O ayaq dırnağıma mənim mil qoymuşdu, o mil düşür. Dırnağım ətə girir, ayaq dırnaqlarımda problem yaşayıram, baş barmaqlarımda. Ona görə gedirəm birinci orada Seva xanımın yanına, sonra da əməliyyata gecikirəm. 11:37-dir, saat 1-də xəstəxanada olmalıyam. Hələ Onuru da dərsə qoymalıyam. Birazdan görüşərik. İndi isə biz gedirik Onur bəyi dərsə qoymağa. Çatdırıb dırnağıma gedə bilmədim bu arada, onu da deyim biləsiniz. Həkimə gedəcəkdim axı bu dırnağımdakı, ayaq dırnağımdakı problemə görə gedə bilmədim ora. İndi isə gedirik Onuru dərsə qoyaq. Sonra götürəcəyik dərsdən. Mən götürməyəcəm, mən uşaq xəstəxanada olacam onda. Onur necəsən Onur? Onur necəsən? Səbləşib. Necəsən? Necəsən Onur? Salam bəy, salam. Deyə izləyəcək. Heyecanlısan, mən bugün əməliyyat oluram. Məni bir neçə gün görməyəcəksən. Heyecanlısan ya yox? Bir neçə gün görməyəsən, darıxasan ya yox? Dərinə getmək lazım deyil. Onsuz da mənə kimi çox istəyib ki bu həyatda. Onur. Bu arada əməliyyata mənlə bir bloger xanım girir. Arifə xanım, bəylər, soylar. Bir yerdə giririk inşallah əməliyyata. Görə başımıza nələr gələcək. Mənə deyir ki, sənin çoxlu video çəkəcəm sən yatanda. Başıma deyir oyun açacağım. Deyirəm, sən mənə düşmənlərim tərəfindən göndərilən birisən. Ben deyirəm, səndən şübhələnirəm. Məncə düşmənlərim səni göndərib ki, mənim hər vəziyyətimi istifadə edib çəkəsən. Deyir, hə, deyir, adını deyə bilmərəm. Deyir, mənə göndəriblər. Qəşəng də deyir, pul veriblər mənə. Bəs şeydir, sən hər vəziyyəti deyir, başıma oynasacam da deyir, imkan verməyəcəm, deyir, ağrıyanda çəkəcəm, güləndə çəkəcəm, yəni hər şey deyir, eləyəcəm də deyir, başıma oynasacam. Günün doktorun yanında mən əkizlərdən sonra bir dəfə də əməliyyat olmuşdum, onu da deyim. Əkizlər oldu, getdim Günün doktorun yanına. Çox qəşəng əməliyyat elədi mənə. Qarnıma presdə qoymuşdu, çox qəşəng idi. Sonra mən bu belimə görə neçə il sonra 2023-ün, yox 24-də kilo aldım belimə görə. Evdə oturdum, gedə bilmədim heç yana. 23 idi, 24 idi. 24 idi deyəsən. Hə, 24, hə. Evdə oturdum, uzandım. Problem var idi, belim yeriyə bilmirdim bu qrijama görə. Ona görə aşırı kilo aldım. Depresyona düşdüm, təzədən yedim. Üst-üstə dəhşət kilo aldım. Amma yəni, çox qəşəng doktor əməliyyat eləmişdi. Düzdür, indiyə qədər də belimin incəliyi, belimin gözəlliyi itməyib deyərdim. Amma ki, yəni kilo aldım da. Bir də mən doktordan sonra bir dənə həkimin yanına getmişdim. Yəni başıma oyun açdı o həkim, o haqda heç danışmaq istəmirəm də. Yəni çox pis əməliyyat elədi. O da ki, doktorun yanına əməkdaşlığından getmişdim, sözün açığı. Amma sonra doktor məni elə bir vəziyyətə qoydu ki,
mən heç doktoru paylaşmadım da. Kim də yanına getdi, yaxınlarım falan hamısı narazı qaldı. Sonra təzədən Günel doktorun yanına qayıtdım. Dedim doktor, nə olar? Mən səhv eləmişəm, heç olmasa sən mənə acı da. Yəni bu bədəni düzəltmək lazımdır. Hələ doktorun elədiyi yanlış bir şeyə görə təzədən Günel doktorun yanına getmişdim bu arada. O elədiyi yanlış şeyi düzəltdirmişdim. Amma doktor mənə dedi ki, yəni bunu birdən eləmək olmaz. Mən də o qədər pis depressiyondaydım ki, hər şey üst-üstə idi. Dedim, yox, bundan qurtulmalıyam da. Yəni çox bərbad bir şeydi. Sağ olsun, kömək elədi, qəşəng oldu. Sonra prosta yemək yedikcə təzədən problemlər yarandı məndə. Neyirsən? Bu işim ona görə təzədən seçimim doktor oldu. Bu səfər dedim bütün bədənimi, bəzi yerlərini eləyəcəm. Bütün bədən deyəndə, baxın indi həkimin yanında da zaten deyəcəm. Qollarımı, boynumu, belimi, qarnımı istəyirəm. Görə indi nətər olur, nə olur. O digər həkimin elədiyi yanlış bir şey var idi. Onu istəyirəm olsun da, yəni o yaxşı olsun bu səfər. Deyirsən, aşkım, başımı niyə sığallıysan, hə? Başım, yəni Günel doktordan mən çox razıyam. Yaxınlarıma da Günel doktoru məsləhət görürəm. Yəni özüm onun bir pasiyenti olaraq yəni çox razı qalmışam. Prosta bir insanlıqda səhv eləyir. Səhvlər insanlar üçündür. Mən də bir səhv elədim, getdim əməkdaşlıqla başqasının yanına, amma o da məni pis günə qoydu. Mən demədiyim şeyi ki, bunu eləmək olmaz mənə. Bunu mənə eləməyin. Mən bu figuranı, bu bədəni istəmirəm. Belə bir şeylər istəmirəm. Dediyim halda belə mən əməliyyatdan oyandım. Məni nə günə qoymuşdu həkim. İlahi, həmin gündən geçsin gəlməsində, yəni şok. Yəni həmin nahiyələrimin günü bu günə qədər hissiyat yoxdur da məndə, hiss eləyə bilmirəm. Dəri altımı zədəliyib bilmirəm. Hissiyat yoxdur məndə. Hissiyatım ölüb ayaqlarımda, həmin bölgədə bilmirəm. Ona görə gedirəm Günel doktorun yanına. Qızlar, siz də videonu like eləyin, yorum yazın, kanalıma abunə olun. Yenə deyirəm, 70 minlik səhifəm bağlandı. Bu səhifəni təzə açmışam. Ona görə mənə bu təzə səhifəmdə dəstək olun. Yorum yazın, like eləyin. Sizə güvənirəm. Birazdan xəstəxanada görüşək. Yeraltı. Elə deyirlər. Deyirlər. Mən də deyirəm vallahi. Elə deyirsiniz, bu sonra olsa indi gələndə bir dənə izləyici də yazıb onu. Onu oxuyur. Ay, bir söküb belə. Girmişəm xəstəxanaya. Geyinəcəm əminlə. Paltarımızı geyinirik. Özüm geyinirəm, narahat. Video çəkirəm. Ondan gəl. Qızlar, deməli, uca xəstəxanadayam. Paltarımı geyinirəm. Maşallah, gün-gündən də gözəl. Çox Gözəlsiz, vəbşə gözəllərsiniz. Var olar. Təşəkkür edirəm. Sonra da sonra geyinsən. Axırda. Yaxşı. Xalatınız da buradadır. Doktordan getsin. Geyinim də xalat. Şu bir çiyin satacaq. Çox sağ olun. Teşekkür ederim. Siz də sağ olun. Mənim doktorumdur, Günel doktorum. Doktorun yanında bir dəfə olmuşam. Uşaqlar əkizlərdən sonra bayaq demişdim, doktorda bədən şəkilləndirmə eləmişdim, pres falan qoymuşduq, yadınızdadır. Sonra yenə köşəldim buraya, illər sonra bir də bir-iki dənə bir şey elədim, səhv oldu. Ona görə təzədən doktorumun yanına gəlmişəm. Bugün doktor nələr eləyəcək, onları zametkaya yazmışam, istəyirəm onları deyim. Belimi istəyirəm doktor, qarnımı keçən səfər göstərmişdim sizə, göbək istəyirəm. Bu hissəni demişdiniz. Boynumdakı o şeyi istəyirəm, qollarım və qollarımın bu hissəsində fikir verirsəz doktor, bu belə eləyəndə selülit kimi var da, baxın bu belə eləyəndə.
Onlar əgər olsa olarım. Doktor, baxın qızlar, qollarımı belə çizdi. Mənim bir qolum daha doktor deyir ki, bədənimiz 20% Asimetrik. o birisindən asimetrikdir. Bu qolum azdır, amma bu qolumda çoxdur. Sonra boynumda çizdi doktor. Ayaqlarımı, sonra qarnımı, belimi, hər yerimdə vəbşə. Nəticəni sizlə bölüşəcəm. Doktor, əməliyyatımız neçə saat olacaq? 4 saat olacaq. İnşallah doktor, sizə güvənirəm. Zaten güvənirəm, sizi çox istəyirəm. Çox istəyirəm, həqiqətən sizi çox istəyirəm. Həmişə deyirəm ki, tək ölsəm belə sizdən öldürürəm. Hatta işlədə bu xəstəxanada olmuşdum. Özdə sabah bizim 4-cü ilimizdir. İçi gəlmişdim xəstəxanaya. Doktor mənə sağ olsun çox kömək olmuşdu partlayış vaxtı. Yanımdaydı. Əllərimdən tutmuşdu, sağ olsun. Nağlarımı da getdim qısaltdım. Sizə görə uzun idi. Yəqin ki, bunu da kəsməzlər. İndi uca gedirəm. Birinci mənə götürür, Arifə, sən gecikdiyin üçün də. Birinci doktor məni götürür. İndi sən gözləmədə qalacaqsan. Az gəlmişəm, su içməmişəm. Burada niyə sevirəm, niyə məmnunam? Çünki doktor məni əllərin içində saxlayır. Mən narkozdan çıxanda da mənimlə belə. Bütün media kollektiv elədi. Doktor da başda olmaqdan. Getdim. İnşallah axşama ayılım ki şey olacaq. Tamam. Mən götürürəm də. Yatıramır. Gedəcəksən. Məni unutma. Səni unutmaq olar. Bu nədir ki buradayız? Necəsən? Riski yatacağım. Öyle yatmıram axı. Yatacaqsan. Yeni bir ay seri görəcəksiniz dostlar. Az sonra. Ay başım gedir. Yatırsan. Gedək. Sana. Ay sana. Necə? Getdi. Hələ getməmişəm, yox. Dirəşəcəm. Heç kim dirəşə bilmir. Mən 10-a qədər yox, 100-ə qədər sayacağım. 1. Nədir vurduğun? Yenə gedirik də, gedirik. 1, 2. Ay gözüm qayır. Ona görə gedirik, ora çatanda bir şey olur. Məndən uzaqlaşma səndən. Sən doktor sizsiniz də. Doktor, xahiş edirəm. Məni bunun kimi eləyin. Nə olar? Mən burada bunun kimi olmalıyım. Ne yatmıram, mən ama? Şimdi orada sırazı görəcəksən. İğnə vuracaqlar sən. Sırazı. Palatada. Sabah olsun. Səsim niyə belə batım? Dünən əməliyyatımızın, bugün əməliyyatımızın bir günüdür. Dünən əməliyyat olduq. Qolumu görsünüz də yəqin qızar. Günaydın, necəsiz? Necəsiz? Nə var, nə yox? Yaxşı, siz necəsiz? Çok şükür, yaxşı olasınız. Aysel xanım olsun bu periodları bilirsiniz. Prosta sizə bir özək keçin. Çalışın bu sularınızı için. Birən doktorun tibbatçısıyam. Siz məni yenki görmədiniz. Aysel xanım mən bilir. Bizim bir muayizimiz var. 12 ildir günən doktorla işləyirəm. Evə çıxandan sonra inşallah reseptinizdə mənim orada mənim yanıma. Baxım görüm hər şey okeydirmi? İnşallah hər şeyi ottido sizə deyəcəm. Yaxşı, bu periodlarda prosta çalışın Aysel xanım. Əsas da sizə aiddir. Riski kravatdan durmayın. Düzdür desəm də yenə də çox aktiv olur. İkinci həftəsi görüb restoranda məni şəkil atır. Birinci günümüzdə əməliyyatımızdan indi səhər yeməyi gətiriblər bizə. Dünən heç yeməmişik. Sarfat edirəm. Mən gözümü açan kimi gördüm Arifə şor qoğal yeyir. Sarfat edirəm. Mən də yeyirdim. Yəni çünki qreçka falan gətirdilər, yeyə bilmədim. Sanan bulka almışdı. Onu yedi, cemre bulku, yoğurt yedim, sok içtim. Mədəm tutdu yenə. Sok deyəndə meyvə suyu. Mədəm tutdu, dərman atdı. 3 dənə renin atmışam da mədəmə görə. Yine də vurdular ki, mədəm ağrısı getsin, getmirdim. Biraz çəkilməyəm, halım yoxdur. İndi səhər yeməyi gətiriblər. Burada bizim səhər yeməyimizdir. Belə kaşardı, yağdı, çaydı, pendirdi, qaymaqdı, ya şordusa. Belə nətər yeyir. Açmışdım. Nuş olsun. Sizlə gözləyirdim. Nuş olsun. Dünən video çəkə bilmədim. Dedim qoy dincəlim. Bugündən çəkməyə başlayaram. Ancaq dincəlmişik. Yatmışam. Oturmaq olmaz.
Ona görə belə uzanmışam. Qətiyyən oturmaq olmaz mənə. Çünki belimdə tikişlər var. Açıla bilər. Karşıda şey deyəm. Bu arada dünən durduq, gəzdik. Əməliyyatdan sonra akşam. Qəşəng gəzdik. Problem yoxdur. Bu arada əməliyyatla bağlı nəsə suallarınız varsa videonun altına yaza bilərsiniz suallarınızı. Ayın onu Arifə Anar günüdür. Görünməyən o vaxtda bədənimin şişi gedəcək. Ben de gireceğiz, sen de girecek. Keçən il gün keçirmişdin. Keçən dəfə nəsə əməliyyat olmuşdun. Ameliyata girmiştim ki sen. Nə əməliyyatına girmişdin? Yoksa sağlanmadığı için bilmedim ki. Bırıcı Ya sopunlar yedi. Neyse de bir karaciğer uyduğundan beri akıl beden. Hə, öldüm, hə. Şişdi bədənim. Getmişdik sonra Misirə, Acun orada keçirmişdik. Bir dəfə də Acun keçirəndə burun əməliyyatı olmuşdum, yadında. Amma əməliyyatın ən ideal vaxtları ya sentyabr, oktyabr ayıdır. Sentyabrın axırı, oktyabrın əvvəli, noyabrın əvvəli belə. İndi pis ki. Yox, indi qəşəngdir. Bir də Bundan sonraki ay çəkimdir. Bir də yaz ayları yaxşıdır. Burun əməliyyatı falan eləyənlər yaydan da ehtiyatlı olun, qışdan da. Qışda qrip ola bilərsiniz. Burun iltihablaşıb şişər təzdən. Yayda da qan axmaya düşə bilərsiniz. İstidə ona görə ehtiyatlı olmaq lazımdır. Sərin aylarda eləyin. Aşam, gözəlim, Madonna. İlahi öz qüdrəti ilə yaladı. Madonna. Sən ayıldın. Osmanın gözlərinə, vuracaq oğalım. Yaxşı aşkım. Saadət xanım orada da çox sevindim də. Yəni özü mənə yazdı. Allah onun köməyi olsun. Dedim oradasansa mən уже ehtiyac yoxdur ora gəlməyimə. Gəlsəydim zaten də yatmısan, yatırsan, oyanırsan. Yəni nə mənası. Şeydir. Sabah inşallah ki, yəqin evə çıxarsan, evə gələrəm sabah. Ki şükür Allaha ki ayrılmışam, min şükür Allaha. Saadət xanım yenə deyirəm oradaydı. Özü yazdı, səs atdı ki, mən buradayım, narahat olmuyorum falan filan. Dedim valla gəlmək istəyirəm. Amma ki şeydir. Yəni gəlsən də əlimdən bir şey gələsi deyil də yatacaq duracaq. Dedi yo gəlməyim, mən buradayım, nəsə lazım olsa mənə deyərsiniz. Dedim arxayınam onda siz oradasınız. Çox şükür. Yaxşı aşkım. Sabah inşallah evə çıxarsan da yəqin, Çıxsan, evə gələcəm. Çıxmasan evə, orada yenə olsan. Amma ki yəqin biraz özümə gələrsən də. Əgər orada sabah qalsam, sabah gəlib dəyərəm orada. Mama indi oyanmışıq. Səhər yeməyi yiyəcəm. Doktor necəsiz? Nə var, nə yox? Əməliyyatım neçə saat oldu? 3 saat yarım. 3 saat, yəni 4 saat olmadı. 3 saat yarım. Şimdi çox çıxdı mənim. Değil miqdarı mı? Koy baxın. Doktor bir de onu da bilərsiniz. Ne yapıyorsunuz? Xəndərqə saxlayır. Çünki vurmuruq da sistədiyi hamısını kənara atırıq. Hayır, 3 kilogram yarım. Məmnunsuz. 3 kilo yarım 3 pil çıxdı. kilogram 300 də səndən Arifə. Yaxşı. Axı mən ondan çox əməliyyat olmuşam. Bilmirəm sən nəyin qalıb ki? Korreksiyalar idi də. O belə mənim bir qolum bəlkə də 3 kilo. Yox, 3 kilo deyil. Aysel 3 kilo yarım. 3 kilo yarım, sən də 3 kilo. Pil çıxıb məndə 3 kilo 300. İndi o çəkidən də gedir, hə doktor? Çəkidən gedir. O qədər çəkidən gedəcək. Çəkidən Aha. Biz sulu hissəsini saxlamırıq. Sırf pil Tamam, hissəsi. Sabah geyindirəcəyik. Sabahları dırnaşa baxacağım. Hansısa miqdarı çıxaracaq. Sabah çıxacaq xəstəxanadan. Bəli, sabah çıxacaq. İnşallah. Doktor, bizim adınızdan gələnlərə endirim eləyərsiniz. Çünki yazanlar var. Onlara. Endirimimiz yoxdur. Endirimimiz yoktu. Doktor diyor. Bence olmasın. Doktor kimi. Doktor bir də bir şey soruşum. Karseti giyinəcəm ha mən. Neçə müddət karsetdə olmalıyam? Bir ay, rovno bir ay olmalı. Bu mənim şırtaq qızımdır da. Mən onu elə qəbul eləmişəm. Şırtaq qızımdır. Nədə var? Xəstədə Elə də. qəbul eləmişəm. Bax, Asil. Böyle bir kat-katlar da gittiler. Qat-qatlar getdi. Yolda da düzdür. Ne güzel Ha, doktor. düzdür. Ellerinize sağlık. Deməli yanımıza qonaqlarımız gəlib. Elcün bizə qəşəng gül gətirib. YouTube izləyicilərimiz salamlar. Salamlayıram. Bura Aysel'in
möhtəşəm izləyiciləri. Allah şifa versin Ayşədə. Teyzəmin də salam dedin. Salamlar. Xanım bir dəfə də neçənci ildə məndən nə udmusunuz? Laf çoxdur. Təzə bax. 500 manat məndən udub xanım o vaxtı. Heç Arifə onda səhifəsi var idi, yox idi? Var idi, amma boş belə işlətmir. Yəni onda yarışma qatılıb 500 manat udub xanım. Yəni Arifə onda tanısaydım, mən o pulu verməyəcəydim sizə. Çünki tanışlarım olub bir iki dəfə udublar. Allah hamd olsun, nə vermirəm. Sonra Nəzər yazır ki, öz tanışlığı ilə udub xanım. İndi tanışıq. Yəni belə o vaxt tanış değildik də, amma yəni 500 manat udmuşdu məndən izləyici kimi. Sən bacı bizə meyvə tərəvəz gətirib, şokolad falan gətirib. Sağ olsun, evə aparacaq uşaqlar. Çox sağ ol. Təşəkkür edirəm. Kulağım nəsə, uşaqlarım deyil, uşaqlar rahat olma. Uşaqlarlıq deyil, hamısı diabetikdir. Diabetik yemiş, eşitdin Aysel? Mən belə oğlumun biri diabetik yeyir. Olacaq. 15 dəfə Leyla ilə ayrılırlar, barışırlar. Toksik ilişkiləri var. Nə bax ürəyi istəyir, amma əziyyət istəyir. Yalandan ay qız, yalandan. Sizə gəlməsin. Leyla gəl, Elgün də buradadır, gəl. Tamam, gəlin son günlər. Öpürəm səni. Gəl, Elgün barışacaq səndən, gəl bura. Hələlik Yeriniz ömrümdür. istəsə yaz. Çox sağ ol aşkım, heç də özün. İndi adı bu iləcəm dalınca danışacaq, bax. Baba, adı bu iləcəm, bax. Bütün gün ayrılıb barışır, bu qədər ayrılıb barışır. Əgər arvız bu qədər ayrılıb barışır. Bizim toksik ilişkimiz var Leyla ilə. Elgünlə beşə barışdıraq Leylanı. Ölgünlə bizim evimizdə idilər keçən dəfə. Qaşın münasibətlər. Şokdayım. Sen kesin sen Leyla'nın dalınca danışmırdın. Çünkü blok listimde olan bir tane Leyla'dır. Ben yanında danışırdım, sen yanında danışmayıp. Küçülüyəm, danışmıram. Buzu görüldü, salamlaşırıq da. Qonaqlarımız var. Gəliblər yanımıza dəyməyə. Gözəllər gözəli Fidan Zeyn. Sonra 4-də evə gedənlər. Xanım, bu xanım neysə. Nəysə. Bir dənə gül gətirib bu da Arifəyə. Mənə gül gətirməyə tənəzzül belə eləməyib. Nəysə. Ömür boyu deyəcək də. Elgün belə kasıbçılıqla 2 dənə gül gətirib. Yoxda qoyun, göz qaytarıram. Amma sən artist eləyir, fırlatma söhbəti. Bir də Arifəyə gül gətirib, o da 3 ədəd roza var üstündə. Bu ortadakı 3 ədəd roza. Amma Fidan 2 dənə gətirib. Mən qohumum indi çəkənmədim də Jalə getdi. 2 dənə gətirib. Hələ bu Arifəni tanımaya. Onu gətir baxım, xurcun gətirib ikimizə. Ayrı. Hətta mənim üçün verərəm. Yəni belə dostlar, hamının əsl üzünü görürəm. Bu bilməyib, siz eyni otaqdasınız, yoxsa o da 2 dənə gətirir? O birisi otağa keçib verərdi. O məntiqlidir. Qoğalın önündən nədər gör. Qoğalından qalıb eləyək də. O milçəyə bax. Hara gördü o mecib? Qəşəngdir ya, datlıydı, ləzzətli. Ayşədinə bulkun yedim. Arxoza, sonra belə bir dəfə yapdım. Sonra durub qoğal da yemişəm. Sonra durub qoğal. Həkim məni öldürəcək. Sağ olun, hoş geldin sen güzel. Çok sağ ol, dikkatin için var olasın. Ay Allah, ne güzel güller getirmişsin. Çok sağ ol Ayten. Ayda, çok sağ ol Ayten. Lezzet var idi. Yeri koyup bırak. Çok sağ ol, teşekkür ederim. Ayın artık olsun Ayten. Arife'yi Çok sağ ol. getirmişsin. Ben getirdiği günün güzelliğine bak Ayten. O Ayten yüreği, o da Zümrüd'ün yüreği. Ama nasıl Ergün'ün de yüreği orada. Can, derim sen. Elgün kasıbçılıqla bizə Fidanın da gül yüreği gətir. Çox sağ ol. orada. Mən necəyəm? Qolum necədir? Yalandan demə. Ben 3 kilo yarım da pit çıktı. O pişirçülü yarım. Ay Allah mübareksin. Ayda. Siz geçen kızlar. Ay Allah, çox sağ olun. Çox sağ olun. Teşekkür edirəm Ayda. Güzel her şey özellikle. Canım rəfiqəm, çox sağ ol. Teşekkür edirəm, çox sağ ol. O benim arkadaşım. Haddini bil.
Gül alıp. Sen arkadaşın Zümrüddür. Zümrüt gəlməklə götürməklə bir oldu. Mühteşem idi. Əlinizə sağlıq. Çox qəşəng. İzləyicilərim də çox sağ ol. İnşallah restorana gələk tez bir zamanda. Çox sağ ol. İnşallah səvir evə görə versin. Sağ ol İrem. Həmişə Çox sağ ol. gözəllikdə olasın. Çox sağ olun. Az kateter. Teşekkür ederiz. Aypara xanım çox sağ olun. Teşekkür edirik Aypara xanım. Bu nə gözəllikdir. Çox sağ olun. Nə gözəldir. Hə, bizə azdır. Çox sağ olun. Çox sağ olun. Teşekkür edirəm minnətdaram. Var ol, çox sağ olun. Danışaqda görənəcəksən, söndür. Həm göysüz yox. Asma xanım da gəldi. Allah çox tatlıdır bura yeməklər. Nuş olsun. Xəstə yeməyə gəliblər. Nuş olsun. Xanım da ki maşallah necə arıqlayıbsa, bədəni superdir də. Yəni indi düzdür oturub yəni çox qəşəng olub bədəni. Mənə bax, qolba belə deyirlər. Hə. Şoşqalayıblar. Rəna xanım da buradadır. Rəna xanım saç stilini dəyişib zilqara eləyib. Keçən vlogdan bəlkə tanıyarsınız. Sənan bəy, necəs gözəl insan. Teşekkür edirəm. Otağımıza... Utanır da. Güllərimizə baxın, nə qədər qızlar sağ olsunlar. Güllər gətiriblər bizə. Bu xanımın bədəni də Günel xanım eləyib bu arada. Rəfiqəmdir, Günel doktor eləyib bu xanımın bədəni. Öz bədəni deyil yəni. Kimi reklamı ilə gəlmişdin? Hayda. Bizə bu təhdid oxşayır. Kol karsetləri var, 2 dənə. Yo, super. Super. Kipriyinə də getdi. Yəni gedib doktoruna deyib Aygül olmaz. Sən neynəsən də mən ola bilməyəcəksən. Sən özümü yığdırsan da mən ola bilməyəcəksən. Aygül, nöqtə və nida. Geçmiş olsun ablalar. Çok pis baxdı. Buna cavab vermək istəyirəm. Cavab vermək istəyirəm. Düz deyilsən Aysel. Yo, mən cavab vermək istəyirəm. Aygül, Baxım sən kimdən kim? Hər kim nə deyib? Qəşəngdir, yox istəyirəm. Sən mənim salonuma gəlirsən, mən olmaq üçün canım. şahiddir. Sən mənim olmaq üçün mənim salonuma gələn adamsan. İzləyicilərin şahidi. Sən mən olmaq üçün mənim salonuma gələn adamsan. Bax kipriklərim bizim salonda. Oxşasam ərimi oxşayaram da dünya gözəli, dodaqları məltən. Qara qaş, qara göz. Sənə niyə oxşayır? Qara pis sana. Hə? Qapqara deyə, kömürdür, kömür. Dostlarımızla happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Sağ ol balam, çok sağ ol. Teşekkür ederim. Çok sağ olun, teşekkür ederim. Ay çok sağ olun kızlar. Ya kızlar bu yeniden doğmuş yanlar. Küllerinden doğdum. Çünkü ben 4 yaşım olur da. Bu sana teşekkür ederim minnettarım ağlamayacağım. En esası biz dostlarımızla, bak burada gördüğüm ve görmediğim 3 dostumuzla bir yerde. Allah tamam. Kurgumuzla. Ben dostlarımızla bir yerde, öz kurgumuzla bir yerde. Sen için YouTube için çekilişleri daha güzel elemek için mikrofon. Bir de yani sen sırf ki sana lazım dedi. Sırf ki sen vloglar çek. Poker. İkisinde. Artık o birinci sıfırda. Varıydı da. Ha? Bunun özü mikrofon Yo, nasıl? Yani bu ayrıca sırf. O birine Arife'ye ver, birine ona. Hele ellerinde tut. Yok o şey. Dostlarımızla bir yerde. O bir yoktu burada o yerde. Gelin yolladı. Aa, çok sağ olun YouTube alıklar. Çok sağ ol aşkım. Birinci burada gördüm. Hira, Efruze.
Fira, Əfruzə, Aytara, Rəna, İradə, Həbibə, Ayılı balımıza. Çok sağ ol aşkım. Arifə sən niyə almamısan mənim içinə? Mən qanat eləyərəm. Aynur sən niyə almamısan? Mən də bugün küllərimdən doğmuşam Aysel. Ay Allah, çok sağ olun kızlar. Aysel. Artık mikrofon derdim olmayacak. Aslında bu içinde mikrofon var. Bunlar gelip mənə yenə də mikrofon alıblar. Уже 3 tane mikrofon var. Çok sağ olun. Allah sizi dostluqdan əski eləməsin. İnşallah mənə daha artığı sizə eləmək, daha gözəl hədiyyələr eləmək qismət olar. İnşallah bunları daha da artığı sizə eləyərəm. Çok sağ olun. Teşekkür edirəm. Gözüm açacağım bunu. Allah haqqı. Yani çok şükür Allah'ı açın. Çok sağ olun. Simuk kuşu vapşi buna yüreğim gitti. Burada ne yazmışsınız? Ne yazmışsınız orada? Yeniden doğulan en güçlü kız. Ay Allah çok sağ ol. Ayten teşekkür ederim. Korktu sen almışsın. yəni o şey Abraham başa bilmirəm mən. Ay efendim nasıl yani size aygın. Laf ile bir beni saklıyorsunuz. Çok sağ olun. Aşkım bilirdin sen. Yox. Sürpriz oldu. Sen neyse bildin. Çok çıktın telefonumu apardın. Mən də şok oldum. Ben de şok oldum. Allah hiç istifade de edebilmirəm. Öyle Burada səyahətə getmək lazımdır. Ayfara. Səyahətə getmək lazımdır. Gəlana mütləq səyahətə getməliyik, hə? Sevgimizi göndərəcək, gedəcək. Bu nədir be? Birinci qabını alıblar elə ki. Yavaş yavaş. içine alacaq. Onu əsas budur. Əsas anladıblar, Ayten içərisini çıxardı. Bundan təzə vloglar. Happy birthday to you. Happy birthday to you. Açılamaya deyər. Sən influencersan ki, sən hələ bu materialları indi olursan. Gedənlərim mənim 5 il bundan qabaq. Ay, bu qədər yandım. Sənin dəqiqələrin aldı, mən həyat yoldaşlarım. İki vuruşdu. Bu qədər paxlılar ya, səndə də olar. Aslında mən ona demişəm ki, sən daşqaya rast gəl. Rast gəlir. Bu hələ bilir ki, nədir? Həyatım məndən elə xəbər. Ətrafında yaxşı dostlar əldə elə, səndə də olsun. Bəziləri elə bax belə partlayırlar. Əsl üzləri görür. Bax əsl üzləri budur. Kiminsə xoşbəxt günə sevinmirlər. Ancaq belə danışırlar, dallarınca danışırlar. Mən ərim aldı, mən filan, mən də neçilqə olsun da, mən də dostlarım bugünkü günü aldı. Mənim partlayış günü 4-cü ilimdə ona görə aldılar. Yəni burada ancaq deməliydi ki, sağ-salamat işlədəsən. Gün o gün olsun ki, 3-cü, 4-cü YouTube kanalı çəkəsən. Ne? Paxıllıq. Bu qədər paxıllıq olmaz. İnsan paxıl olduğun bu qədər bilinizə vermez. Sade olar. En tanrısın sadesiz. Neçə gündür bu? Aşkım sana qurban olmaz şey. Çok sağ olun. Belə mutlu olacaq əvvəldən olardı. Hem çok hoşuma geldi. Ay Allah. Da yani küllerinden doğalı. Hem de şey tanrılar. Yani muhteşemdi de tanrılar şey. Muhteşemdi. Çok teşekkür hem o ya hoşuma geldi. Tanrılar. Allah ama istifade eləməyi bir öyrədəcək. Söz verdi ki öyrədəcək. Bugün 3-cü günümüzdə doktor düzdür. Birinci günü gözləyirəm. Birinci gün sarğı olunacaqsan, çimməyə başa salacaq və eyni zamanda birinci gündə fizioterapiyaya başlayacaq. Hə, birinci gün. Açıqlarınız daha tez getsin. Ağrıtmayacaq o məni. Bir şəkildə sıfır ağrı olur. İnşallah. Açıqlarınız daha tez gedəcək və ağrıları götürəcək. 3 gündə xoş idi sizlə. Çox qəşəngdir. Korsetlərimi də geyindirdiniz. Birinci gün çiməcəm. Birinci gün neçə günüm olur çimməyin? 5 gün. 5 gün, 5-ci gündə çimirik. Oturmaq olar mənə. Başdan 2 gün sonra. Oturmaq çox olmaz, amma bir 20 dəqiqə olar. Bir də Nazlı xanım mənim belə çəkə bilərsiniz doktorun yanında göstərim. Elə bir korsetimiz, bu korsetimdə bu korset bəndən çıxmayacaq. Yox, bir ay qalacaq gecədə, gündüzdə. Fikir verəcək ki, bu hissələrdən kəsməsin. Biraz da çox olsan, korset geyinəndə biraz kəsə bilər. Sonra o fizioterapiya elədikcə açıqlar azalacaq, korset artıq boş. O da buradan bu şəkildədir də, yəni
buradan şort kimi deyil, belə şəkildədir. Altdan rahat açılıb bağlanır. Çiməndə çıxardıram. Bəli. Sonra yenə tez Tekrardan geyinirsən. 20 dəqiqə içərisində çimib bitirirsən, sonra tekrardan korset bu geyinirsən. nətər geyinir şeylər. Çox rahat. İndi fizioterapiya elədikcə azıqların azalacaqdır, boşalacaq korset. Birinci gün çimim gəlim onda bura. Yox, birinci gün bura gələcəksən, sarğı olunacaqsan, fizioterapiya olunacaqsan, sonra axşam gelib çimə. Gün axşamdan başlayacağım, başlayıb antibiotik falandır da. Bilirəm ki, yəni izləyicilər, yazanlar olacaq. Yəni deyim, doktor bizim adımızdan gələnləri endirim eləyəcək sözünü və çünki 4-5 dənə ən yaxınım qızlarda yazır. Ən çox hamıda bu aralar hamıda nəsə qol problemi var. Da qollarla bağlı problem var. Çünki hamı əvvəlcə getdi qarın beli liposaksiya elətdirdi. Buraları liposaksiya etdirəndən sonra biraz kökəldimi qola vurur əslində. İndi də hamının qlobal dərdimiz qızların qol problemidir. Həmişə burada qızlar da Medeiranın işçiləri çox yaxşı belə bizə baxıblar, siz də elə həmçinin həqiqətən də yəni heç ağrısa, canımız ağrısa da yəni heç bir bizdən kobud rəftar eləməyiblər, sağ olsunlar. Elə bir rəftar eləməyirlər. 3 gün bu tatlımızsan. Çox sandıqdır. Yəni bu 3 günü elə keçirdik ki, yəni doya-doya əyləndik, dedik, güldük. Bəzən düzdür, bəzi qalmaqallar da oldu, biraz bəlkə qulağımıza çatar. Bəzən kaş mən çəkə bilərdim, doktor. Bəlkə bir 3 milyon, 4 milyon izlənmə olanda elə bir şok şeylər oldu. Yəni mən özüm deyil, ana bilmirdim. Əl atıb telefonu götürüb çəkə bilmədim, satdıramadım, yenə bir dalaşdılar. Qonşular da gördü, qonşularımız da gördü, amma neysə də yenə də maraqlı, gözəl oldu. Elivi büküb qalxmaq, düz qalxıb, çıxışama ketik işlərim. Kimsə qaldırsın, dondurma. Çox əla olar. Bir də qaldıranı qolundan tutub dartmasınlar, yenə bunlar da dartılacaqdır. Yaxşı. Hardan rahat şəkildə, ayaqla ayağa gücü ver, rahat şəkildə özünü qaldır. Doktor sevəcəm. Çox sevirəm. Təşəkkür edirəm hər şey üçün. Minnətdaram. Xoşdur. Qızlar, deməli YouTube kanalıma yadımdan çıxıb 2 gündür xəstəxanaya gəlirəm. Yadımdan çıxıb sizlə bölüşmək, qollarıma zadımdan fikir verməyək. YouTube kanalıma dedim qoy video çəkim sizə. Bu gün artıq 2-ci günümdür. Dünən də gəlmişdim, bu gün də gəldim. Fardenə gəldim. Niyə gəldim? Fizioterapiyaya gəldim. Belimin incəliyi, qollarımın incəliyi. Baxın qızlar fərqə. İndi evə gedəndə karseti sifariş eləmişəm, qol karseti. O birisi karset mənə çox sıxdı deyə təzəsini sifariş elədim, gətirəcəklər. Bugün fizioterapiyanın 2-ci günüdür. Gəlmişəm Farden klinikasına. Medeiranın düz yanındadır. Günel doktor da burada olur, özü nəzarət eləyir. Fizioterapiyada nələr olur, nələr bitir. İndi onları sizə məlumat verəcəm. Salam Günay xanım, necəsiz? Gözəl insan, pozitivsiz. Sizi çox sevirəm. Mənim YouTube izləyicilərimə bir dənə salam deyə ağrımını sağ olsun. Karseti geyindirdi mənə. Deməli, уже 2-ci gündür gəlirəm. İndi yadıma düşüb ki, mən YouTube'a vlog çəkirdim. Baxın, arxasını çəkməmişəm. Dedim, уже biz düzdür durduq. Amma sabah yenə gələcəm. Bax, sabah nələr olacaq? Zaten sabah gələndə çəkiliş eləyəcəm. Sadəcə bir dənə məlumat verək nə üçündür fizioterapiya. Əməliyyatdan sonra təbii ki, bədənimizdə ödəmlər, travmalı zonalar çoxaldığı üçün bədən daha çox şişər. Şişkinlik bizim aktivitemizi də azaltdığı üçün ilk periodlarda həmişə standart 5 gün deyirəm fizioterapiya ki, fizioterapiya gəlir. Fizioterapiya ağrısızdır, özünüz onsuz da görürsünüz. Daşiklərdə yapışdırılır, limpatik protokolları aktivləşdirdiyi üçün şişlərimiz daha tez getməyə başlayır. Əhvalım da dəyişir, qəşəkləşir. O insana nəyə yaxşı təsir edir? Həm işinizə tez qayıda bilirsiniz, həm aktiv həyatınıza tez adaptasiya olursunuz. Belə deyim də, zamanınız cibinizdə qalır. Həm də şişlər daha tez azaldığı üçün tikişlərin üzərindən naqruskası, ağırlıq daha tez gedir. Bu arada məndə onda deyim ki, mən belimdə də kəsik var, bel hissəmdə də, yəni popo üstü, popo gərmə, bol bel, göbək, bir də popo gərmə. Popo gərmədə nədir? Onu bir dənə deyə izləyicilərimə neyləmişəm. Necə olur? Məsəl üçün biz arıqlayanda, kökəlib arıqlayanda, bədənimiz necə ki doğuşdan sonra fartuq sallanar qarnımızda, eyni də popo da sallanma olur. Məndə də başqa səbəblər də var, daha bilirsiniz. Ona görə o sallanma diskomfort yaradır geyimlər geyinəndə. Ona görə orada necə ki abdominal fartuq götürülür, eyni də popoda da fartuq yuxarı tərəflərdə tight olur, darılır. Popo qıvrımı daha tez. Amma qətiyyən mənə dediniz də uzanma, əstəğfurullah, oturmaq. Çox ani hərəkətlər olmaz. Sizə də onsuz da nə deyirəm, onu həmişə təhsil edirsiniz. Oturmaq olmaz. Gəzmək deyirəm, otura bilərəm. Deyir, yox, yara oturursunuz. Kişilərimizə nabırskada ona görə Başqa bir həkimin yanına getmişdik. Oturub məndən icazəsiz danışdı.
danışmışdım doktora, Günel doktora, Günay hamıya danışmışam. Götürüb məndən icazəsiz, məndən piylər alıb vurub. Təsəvvür edin, ayağıma da, burama da. Sonra gəldim Günel doktorun yanına, onu biz götürdük. Həkimin adını çəkmək istəmirəm, nəysə. Yəni nə vəziyyətdə gəlmişdim, depressiyadaydım. Günel doktor da dedi ki mənə, bunu eləsən Aysel sallanacaq. Fartuq kimi sallanacaq da. Yəni bunu aram-aram eləməli. Mən də ucu gəzədə bilmirəm. Ancaq üstə nəsə saroçka giyinirəm, nəsə də utanıram da, kompleksliyəm. Dəhşət komplekslidim o konuda. Dedim, yox, nə inirsiniz? Elin onu götürün. Götürdü, dediyi kimi də oldu da, Allah haqqı. Bu səfər gələndə də dedim ki, doktor, bəs onu təzədən götürməkdə piyi. Dedi, nə danırsan, yenə yəni sallanıb o düzəlməyəcək ki, gərmə eləyək. Onu tikək belivə, yəni xəttə çox belə, at paltarında qalacaq və görsənməyəcək. Yəni onsuz da bu sallanır, bu deformasiya uğrayıb və yəni həkimin səhvi olub. Sağ olsun, Günel doktor düz əlindən gələni elədi, amma yenə də dedim ki, yedicə o piy gedirdi təzədən ora. Doktor da dedi ki, yoxdur, bu popo gərməli idi, amma yəni çox qəşəng nəticədir bu arada, yəni bayıldım. Korsetimi də sağ olsun Günay kömək elədi. Özümü çox qəşəng hiss eləyirəm, cümrah hiss eləyirəm. Belə bir aparatlı qızlar orada ayarlayırlar. Gah belə qıdıqlayan fasonba belə bir şeylər olur. Ya tıp belə şeylər olur. Ya tık belə şeylər olur. Yəni bunların sayəsində 1 saat 40 dəqiqə falan çəkir, qollarımı eləyirlər, bir də belimi eləyirlər. Travma zonası həmişə ilk həftəsinə kimi şiş yığar. Bədən ödəmli olar. Hətta tərəziyə çıxanda biraz kilozu çox görə bilərsiniz, qorxmayın. Travma zonası həmişə şişər. 2 həftədən sonra bu şişlər daha tez getsin deyə fizioterapiya edirik ki, ağrılar daha tez gedir. Bugün bir həftəmizdə roldu. Bu ayın 9-udur, ikisi əməliyyat olmuşam. Korsetə baxın, sağ olsun, korseti də geyindirdi. Bel korsetimi də taxdıq. Instagramda bu arada korsetin səhifəsini qeyd eləmişəm. Yəni həyatımda ilk dəfədir ki, bu arada bundan bir dənə də zakaz elədim, indi gəlir. Həyatımda ilk dəfə ki, belə korset geyinirəm. Çox qəşəng, moşnu bir korsetdir. Bədənimə boş qaldığı üçün zakaz elədim biraz mən kiçiyim. Qolumun da yəqin videolardan falan görmüsünüz də, qolum necə mənim böyükdür. Bu da mənim qol korsetimdir, sağ olsun. Günay xanım məni gözəlləşdirdi. Bu hələ bir həftənin nəticəsidir, amma hədsiz çox şiş var da, düzdürmü bədəndə? Qollarımda da hələ çox şiş var. Bir həftə ən maksimal şiş olan periodlardır. Sizdə ən maksimal periodlar azdır, maşallah olsun. Qol korsetimdir. Yəni belə bədənimi də göstərəm. Yəni bir həftənin nəticəsidir. Burada da mənim arxadan kəsiyim var. Maşallah olsun. Kim deyər mamaşasız? Vallahi kim deyər mamaşasız? Hər kəsə salam. Bugün artıq əməliyyatımın 8-ci günüdür. Ayın 2-si, aprelin 2-si əməliyyat olmuşdum Günel doktorun yanında. Bugün artıq fizioterapiyanı bitirdik. 5 gün gəldim. İndi həftədə 5 gün hər gün gəldim. İndi həftədə bir dəfə gələcəm fizioterapiyaya. İndi vaxtı bəlirləyəcəklər qızlar. Bugün əməliyyatımın 8-ci günüdür. Deməli, qol korsetim var, bədən korsetim var. İndi fizioterapiyadan çıxmışam. Korsetimi də artıq, məsəl üçün, XL giyinirdimsə, indi L giyindim, təzəsini aldım, yenilədim. Doktor, sizə təşəkkürlərimi bildirirəm. Məndə qol, bel, qarın və popo gərmə oldu. İstəyənlər Günel doktorun yanına gələ bilərlər. Günel doktora əklizlərdən sonra abdominal plastikada olmuşdum və liposaksiyada olmuşdum. Bütün bədənə gəlmişim. Onda da hətta qarnıma pres də eləmişdi yadınızdasa. Yəni çox qəşəng nəticə əldə eləmişdim. Sadəcə olaraq sonradan mənim belimdə problem yarandı qricnəyə görə. Aşırı kilo aldım, evdə uzanıqlı vəziyyətdə falan. Dedi, doktorun yanına təzdən gəlin. 2019-da əməliyyat olmuşdum da, doktor 2020-də əsaslı. Bu arada sinə implantı da doktora elətdirmişəm, o 2019-2020-də. Bir də doktor, onu izləyicilər sual vermişlər ki, sinə implantının müddəti nə qədər olur ki, məsələn, neçə ildən və ən çox TikTokda canlıda suallar gəlir? Əslində bizim qoyduğumuz implantlar Amerika şirkətidir. Ən güvəndiyimiz şirkətin implantlarını istifadə edirik və şirkət bizə deyir ki, implantlar
araşdırılma aparılıb, ömrün axırınacan pasiyent bədəndə saxlaya bilər. Sadəcə bu həyatda hər şey zamanla bir deformasiya uğrayır. Yəni zamanla qaşımız oturur, üzümüz oturur və bədəndə də dəyişikliklər gedir. Məmə toxuması sallana bilir və sallandıqda təkrardan dikləşməyə ehtiyac olanda silikonu da dəyişmək lazım olur. Məsələn, 10 ildən bir necə üz gəlməni biz edirik və 10 ildən sonra təkrardan ehtiyac olur. Sinədə də bəzən 10 ildən bir, 15 ildən bir təzədən liftingə ehtiyac olur və həmin vaxtı açmışkən silikonu da dəyişirik. Çünki silikonun sterilizasiyası bozulur deyə açmışkən onu da dəyişirik. Yəni, əslində ehtiyac olmazsa dikləşməyə, o daha uzun müddət qala bilər. 20 ildə, 25 ildə, hətta Amerikada ömrün axırınacan saxlayan bir çox qadınlar var bu silikonu. Dəyişmirlər. Yəni, biraz sallandı, onu dərd eləmirlər, dəyişmirlər. Dəyişməmək olar. Amma kimlər ki, təkrardan bir yenilənmək istəyirlər, bir dartma istəyirlər, həmin pasiyentlər etdirəndə bəli, silikonda Dəyişdirmə eləyə bilərəm. Mən çox razıyam, ondan da istədim, onu da qızlara deyim, xanımlara deyim. Abdominoplastikada neçə gün xəstəxanada qalınır, liposaksiyada neçə gün qalınır? Əslində standart 48 saat, yəni 2 sutka saxlamağın tərəfdarıyam, çünki qanama ehtimalı ola bilər deyə. Amma kiçik bir liposaksiyadırsa, məsələn, qarın nahiyəsidir, tək, qol nahiyəsidir, tək, bir gün qalarsa kifayət edir. Amma bir neçə nahiyə olarsa, 48 saat nəzarət altında qalması vacibdir. Bir aydan sonra da masaja başlaya bilərəm, idmana gedə bilərəm, pilatesə gedə bilərəm. Gərmədən sonra da bir aydan sonra yoxsa? Yox, gərmədən sonra bir 3-4 ay gözləmək lazım. Yəni individualdır, bəzi pasiyentlərin yarısı daha tez sağalır. Çünki xüsusilə pasiyentlər hər ay gəlirlər, yoxlaşır, biz onlara baxırıq. Bəzi pasiyentlərdə 3-4 ay ola bilər, bəzi pasiyentlərdə 6 ay ola bilər. Ortalama 4-6 ay arası başlayır. İnşallah ki, endirim eləyəcək. Yaxşı varsınız. Təşəkkür edirəm, minnətdaram. İnşallah ki, bu ödəmlərim gedəcək. Doktor bir də ödəm atıcı Məkkə gülü çayı dedi, hibiskus dedi, dəhşət ödəm atır. Bir də ananas çayı dedi ki, onu iç. Səhərdən onsuz 2 dənə qaynanmış yumurta yeyirəm. Burada gəldim, kofe içdim, amerikanı içdim, türk qəhvəsi içdim. Axşam da acı qaynatma falan yeyirəm. Bir də gecə mənə kriz gəlir. Gecə kriz gələndə də kivi doğrayıram. Kivini yeyirəm, üstündən də su içirəm, yatıram. Gecə kriz gəlir, ağlaya-ağlaya. Birdən riski kriz gəldi, doktor bilməm. Bir dənə o şəkərim düşürdü. Məndə insulin var axı. İndi gözləyirəm ki, bir ay olsun. Bir aydan sonra iynəyə də başlaya bilərəm də insulin iynəsinə. Çünki doktordan soruşmuşdum, dedi ki, bir aydan sonra nə edirsən elə. Bir aya qədər özümü gözlə. Bir ay bir dənə iştahımı stabilləşdirsəm, o belə getsəm, neçə günə 2 kilo atmışam da özüm görəndə, yəni özümdə də hiss edirəm. Bir də mənim qolumun belə eləyəndə bu hissələrimdə selülitlər vardı. Sizə göstərmişdim keçən səfər. İndi görürəm ki, onlar da əməlli azalıb da, yəni demək olar ki, yoxa çıxıb da, bildiniz necə, bir dənə pilatesə falan başlasam, bir ayında inşallah, onlar məncə o şeylər, çünki əvvəl dəyişib bunlar qat-qat elə bir selülit kimi idi. Yəni çox olan yerdə həmişə selülitdir. Amma sizin aparat elə bir aparatdır ki, keçən səfər qızlar da danışırdı ki, piyi həm çəkir, həm də selüliti də götürür. Əməliyyatın içindəki aparat yox, əməliyyatdan sonra bir ayımızda başlayacağımız aparat, o aparat selülitə də. Amma o çox fərq elədi axı, doktor. Piyi azaltmaqdan biz selülit üstündə azaldırıq. Siz çox sağlıqdır. Öpürəm, təşəkkür edirəm, yaxşı varsınız, təşəkkürlər, sağ olun. Sağ olun.